Salam əziz uşaqlar və valideynlər. Bu günləri biz riyaziyyat 1-ci sinif iş dəftərinin 2-ci hissəsində olan fəza fiqurları mövzusunu sizinlə birlikdə onay tapşırıqları işləyəcəyik. Bundan əvvəlki mövzumuzda həndəsə fiqurlar haqqında danışmışdıq. Həndəsə fiqurlarla fəza fiqurlarının fərqini müəyyən qədər bilirik. 1-ci sinif dilində desək, həndəsə fiqurlara toxuna bilmirik, əlimizə ala bilmirik, çünki onların bir ağırlığı olmur. Onların şəkillərini çəkirik və baxırıq bloru dilinə. Amma fəza fiqurları odur ki, onları biz əlimizdə tuturuq, onlara kənardan, üst, yandan baxa bilirik və onların ağırlığı olur. Onların içi dolu olur da, belə deyək, 1-ci sinif dilində. İndi isə keçək tapşırıqlarımıza. İş dəftəri 2-ci hissədə 1-ci tapşırıqda bizə deyir ki, hər sırada verilən fiqura oxşar olan əşyanı haşiyəyə al. Biz burada görürük ki, bizim birinci fiqurumuz kubdur. Və biz də nə edirik? Kuba oxşar burada əşyalara baxırıq. Bunu bəzi şagirdlərim qarışdırdı ki, bu birinci şəkli. Mənim bu kuba bənzəyir. Xeyr, bu kuboida bənzəyir. Burada kuba bənzəyən, burada nərd daşı deyirik də biz buna zər. Bu bənzəyir kuba. İkinci fiqur isə konusdur, fəza fiqurumuz konusdur. Konusa bənzəyən isə burada bir işarə var. Gördüyünüz kimi formasında da bu bənzəyir. Bunu mənim şagirdlərim çox asanlıqla mənim köməyim olmadan işlədilər. İnşallah ki, siz də sərbəst işləyə biləcəksiniz. Üçüncü fiqurumuz, fəza fiqurumuz kürədir. Kürəni heç düşünməyə ehtiyac yoxdur. Ona uyğun olaraq topu qeyd edirik. Dördüncü fiqurumuz kuboiddir. Kuboida uyğun olan əşya burada çamadandır. Bu çamadanı alırıq dairəyə. Görək ikinci tapşırıqda bizdən nə istəyir? Fiqurların adlarını uyğun şəkillərlə birləşdir. Adlarını. Baxırıq kürə. Bu fiqur, kürəyə bənzəyən fiqur hansıdır? Bu bənzəyir və sonra isə kürəyə bu bənzəyir. İkinci bu fiqura baxırıq. Bu nəyə bənzəyir? Konusa bənzəyir. Bunu bax, bu hissəyə gətiririk və bunu da bura gətiririk. Bu papaq və bu ikisi konusa uyğun gəlir. İkinci isə burada fiqur kubdur. Bu, yəni, bu adı kubdur. Şəkil də özü kuba uyğun gəlir. Bax, bu kuba bənzəyir. Bəzi uşaqlar qarışdırdığı üçün kitaba baxırdılar fiqurların adlarına, amma zamanla onlar yəqin ki, rahat öyrənəcəklər. Bu hədiyyə özü də kub formasındadır. Sonra kuboid istəyir bizdən. Çay qutusu kuboida bənzəyir və bu çamadan da kuboida bənzəyir. Bu, belə deyək də, nədir bu? Şamdır bu, yoxsa? Hə, şamdır da, yanlışam. Biz bilirik ki, silindir, boru, turba formasında olan bütün fiqurları silindirə bənzədirik. Bu da həmçinin silindirə bənzəyir. Bunları ad fiqurları adlarla birləşdirdik. Keçək növbəti tapşırığımıza. Burada isə bizdən nə istəyir? Burada bizə deyir ki, hər qapı öz qapağı ilə birləşdir. Qabları öz qapağı ilə birləşdirmək üçün baxırıq ki, bu kuboid formasında olan qaba uyğun gəlir. Bu qapaq isə kub formaya uyğun gəlir. Sonra burada görək, əvvəlcə gözlə görünən böyükləri qeyd edək. Yerdə qalanları rahatlıqla dəqiqləşdirəcək. Burada dairələr var. Gəlin baxaq. Görürsünüz uşaqlar, bu qapaqlı olan buna uyğun gəlir. Bu formada olan isə bura uyğun gəlir. Burada da həmçinin bu qapaqlı olan bu qaba fiqura uyğun gəlir. Bu qapaq isə silindir formasında olan bir qaba uyğun gəlir, qutuya uyğun gəlir. Keçək növbəti səhifəmizdəki tapşırıqlara. Gəlin baxaq görək burada bizdən nə istəyir. Burada bizə deyir ki, formasına görə əşyaları uyğun karandaşla rənglə. İnşallah ki, mən də yenə səliqəli rəngləməyə çalışacağım. Gəlin baxaq. Qırmızı ilə bizdən kubu rəngləməyimizi istəyir. Gəlin qırmızı rəngimizi seçək buradan. Mən çalışacağım səliqəsiz olsa bir balaca əlamət kimi rəngləyim. Qalanını siz tam rəngləyərsiniz. Deməli, baxaq nəyə? Kub formasında olan bax bu saat var. Bu qırmızı rənglənəcək. Sonra nə var kub formasına? Baxaq, diqqət yetirək. Kub formasında bəli, bir də bu hədiyyə qutusu var. Bunu da biz qırmızı ilə rəngləyəcəyik. Əslində bunu biraz böyütmək. Ay, bu sarıymış. Burada sarı rəngdə qalmışıq biz. Qırmızını seçək. Biraz başqa qırmızı oldu, amma eyb yox. Sonra isə bizə nə deyir? Konus formasında olanları isə tünd yaşıl ilə rəngləməyimiz istəyir. Gəlin, tünd yaşılı seçək buradan. Baxaq görək, konusa bənzəyən nə var burada uşaqlar? Konusa bənzəyən bir dənə pizzamız var burada bizim. Konusa bənzəyir. Sonra baxırıq görək burada kuboid formasında olan fiqurları bizdən sarı rəngdə rəngləməyimiz istəyir. Seçirik sarı və kuboida oxşayan nə var? Burada belə bir salfet qutusu var. Daha sonra belə böyük hədiyyə qutusu var. Bunları sarı rəngdə rəngləyirik. Daha sonra kürə formasında olan fiqurları tünd göy, yəni mavi rəngdə rəngləməyimiz istəyir. Burada tünd var. Yəni bunu götürək. Görək, kürəyə bənzəyən burada bir portağalımız var. Sonra burada 3 dənə almamız var. Onlar da rəngləyəndən sonra baxırıq ki, tortu biz silindirə aid edəcəyik. Sonra burada silindirə aid olan fiqurları, oxşayan fiqurları narıncı rəngdə rəngləməyimizi istəyir. Narıncı var idi. Var, tapdıq narıncını.
Aha. Tort dairəyə bənzəyə bilərdi, amma yox, bənzəmir. Belə silindrə bənzəyir. Aha. Deməli belə. İndi isə keçirik nəyə? Növbət tapşırığımıza. Baxaq görək burada bizdən nə istəyir ki, rəqəmləri ardıcıl birləşdir, alınan fiqurların adlarını yanında yaz. Gəlin biz də birləşdirək uşaqlar. 1-dən 2-yə. Oy, bir balaca sərgəsiz oldu. 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə, 4-dən 5-ə, 5-dən 6-ya, 6-dan 7-yə, 7-dən 8-ə, 8-dən 8-ə. Uşaqlar, bu hansı fiqurdur? Təbii ki, bu kubdur. Gəlin buraya yazaq. Kub. Sonra burada da eyni qayda ilə gəlin birləşdirək. 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə, 5-ə, 6-ya, 7-yə, 8-ə, 9-a. Uşaq, bu hansı fiqura bənzəyir? Təbii ki, bu da kuboid fiquruna bənzəyir. Burada gəlin yazaq. Kuboid. İndi isə keçirik növbəti tapşırığımıza. Görək burada bizdən nə istəyir? Deyir ki, hər fiqura uyğun olan əşyaların sayını yaz. Misal yazmaqla sualları cavablandır. Deməli, bizdən birinci nə istəyir uşaqlar? Kubu soruşur. Birinci fiqurumuz kubdur. Görək kuba bənzəyən burada bax. 1, 2, 3, 4. Sonra 5. Bu da kuba bənzəyir. 5 dənə kuba bənzəyən fiqurumuz var. Yazırıq bura. 5. Sonra ikinci fiqurumuz konusdur. Konusa bənzəyən burada 1, 2. 2 dənə fiqurumuz var. Yazdıq bura 2. Kuboida bənzəyən uşaqlar 1, 2, 3, 4 dənə. Kuboida bənzəyən 4 dənə fiqur var burada. Yazırıq bura 4. Kürəyə bənzəyən 1, 2, 3, 4, 5, 6, 7 dənə kürəyə bənzəyən burada əşya var. Sonda isə silindr istəyir. Silindrə bənzəyən isə burada bir nağaradır və bir də bu su qabı da qazlı içkidir. 2 dənə olur da. Aha, 1, 2. Amma biz kubu səhv yazmışıq uşaqlar. Niyə səhv yazmışıq? Çünki mən burada 2 dənə kuba fikir verməmişəm. 1, 2, 3, 4, 5, 6, 7 dənə olacaq. Gəlin bunu silək. Bunları 2 dənə bu balaca bu daşları görməmişdim. Buraya yazdıq 7. İndi bizdən nə istəyir? Kuboid və silindrə oxşar cəmi neçə əşya oldu? Kuboidə bənzəyən 4 dənə, silindrə bənzəyən 2 əşya oldu. Biz bunları necə tapacağıq? 4 üstə gəl 2 bərabərdir 6. 6 dənə əşya oldu. Kürəyə oxşar əşyaların sayı, konusa oxşar əşyaların sayından neçə dənə çoxdur? Kürəyə oxşayan əşyaların sayı 7 dənə idi. Konusa oxşayanların sayısı 2 dənə idi. Nə qədər çox olduğunu tapmaq üçün 7-dən 2 çıxacaq və alacaq neçə? 5. Bax belə uşaqlar, hələlik.